Dəyərli izləyicilərimiz, bayaqda qeyd elədiyim kimi, biz hələ də 44 günlük Vətən müharibəsi şəhidlərimizin anım günlərini yaşayırıq və yeri gəlmişkən biz də Bolsulu qəsəbəsindəyik. Elnur Xəlilovun anası Səkinə xanım bizim yanımızdadır. Səkinə anamız, biz bir daha sizə başınızı uca tutun deyirik. Şəhidimizin məqamı uca olsun. Məkanı cənnət olsun. Allah sizin kimi analara da ömür versin ki, hər zaman mənim bir sözüm var, deyirəm, qəhrəman oğulları, qəhrəman analar dünyaya gətirir. Sizlər var olun, sizin qarşınızda baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ürəyinizdən keçən nə varsa. Çox sağ olun. Mən də sizə xoş gəldin deyirəm. Allah köməyiniz olsun. Allah Taala sizə uzun ömür, can sağlığı versin ki, siz bizim şəhidlərimizi belə dəyərləndirirsiniz, onlara dəyər verirsiniz. Allah sizə uzun ömür, can sağlığı versin. Təşəkkür edirəm. Allah borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Allah bir də xalqımıza, elimizə, obamıza müharibə qismət eləməsin, pis gün göstərməsin, analarımız gözü yaşlı qalmasın. Yaqut xanım, bir neçə kəlmədə siz. Bugün mən şəhidlərimizə rəhmət diləyirəm. Məkanları cənnət olsun, qəbirləri nurlandı olsun. Şəhid anaları qarşısına baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Amin. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Cənnət olsun. Həm ağızlı, həm qürur vericidir. Yəni biz bir tək balamızla yox, ümumiyyətlə şəhidlərimizlə fəxr edirik ki, balalarımız hamısı qəhrəman balalar. 30 illik işğalda qalmış torpaqlarımızı qaytardılar, ancaq özləri qayıtmadılar.